Salam, bu kanal ilk defa bu video vasitəsilə izləyirsinizsə, mən Səbinəyəm. 6 yaşında Sara adlı bir qızım var və bu kanalda uşaq kitabları haqqında danışır və oxuyuruq. Kanalın daimi izləyiciləri bilirlər, Sara ilə məktəbə qədər 1000 kitab oxumaq kimi bir hədəfimiz vardı. Sara bu ilin sentyabr ayında məktəbə başladı. Təəssüf ki, biz bu hədəfimizə çatmadıq. Yalnız 400 kitab oxumuşduq artıq sentyabra qədər. Amma hədəfə çatmasaq da kitab oxumaq macəramız davam edir. Biz kitabları oxuduqca belə cədvəllər şəklində qeyd edirdik. Sonradan unutmamaq üçün, onları hansı ardıcılıqla oxuduğumuzu yadda saxlamaq üçün. Və ara sıra oxuduğumuz kitabları sizinlə də bölüşürük. Bu dəfə oxuduğumuz son 50 kitab. Yəni 350-dən 400-ə qədər sıralanmış kitablarımızı sizinlə bölüşmək istəyirik. Deməli, bu kitabların 13-ü Azərbaycan dilində, 26-sı Türk dilində, 9-u İngilis dilində və 2-si Rus dilində olub. Başlayaq Azərbaycan dilində kitablardan. Mən hər dəfə tez-tez vurğulayıram Norveç ədəbiyyatını. Həyata Norveç baxışını belə deyək, çox sevirəm, çox xoşlayıram və uşaqlar üçün də Norveç yazıçıların yazdığı əsərlər olduqca mənim xoşuma gəlir. Bunlardan biri Torbjørn Egner'in Karius və Baktus adlı kitabıdır. Bu 3 Alman nəşriyyatında çap olunub. Mən bu kitabı səsləndirmişdim. Hətta kanal yeni açıldı. Yəni ilk oxuduğum, səsləndirdiyim kitablardan biridir. Çox dəyərli kitabdır. Tövsiyə edirəm, oxuyasınız. Xüsusilə də dişini fırçalamağı sevməyən uşaqlara motivasiya ola bilər. Növbəti kitab yenə Torbjørn Egner'dəndir. Mən bunu bu yaxınlarda mağazada görəndə heç tərəddüd etmədən aldım. Kardemon xalqı və quldurlar. Nebula nəşriyyatı çap edib. Bu da tam Norveç sayağı baxış. Yəni belə deyək, quldur kimi damğalaya biləcəyimiz insanların cəmiyyətə qaynayıb, qarışıb necə nümunəvi bir vətəndaşa çevrildiklərinin hekayəsidir. Çox olduqca maraqlı kitabdır. Tövsiyə edirəm, oxuyasınız. Yenə Norveç ədəbiyyatı Ingvar Ambjørnsen, Rin-Tin-Tin Əminin mirası. Növbəti kitab Fransız yazıcısı Jean Genot'un Ağac Əkən Adam kitabıdır. Mən bu kitabı da kanalda səsləndirmişəm. Çox dəyərli kitabdır. Ağac əkməyə, ağacları qorumağa sövq etdirici, ümumiyyətlə təbiəti qorumağa sövq etdirici bir kitabdır. Çox dəyərli yazıcımız Vaqif Səmədoğlu'nun, o təbii adətən böyüklər üçün yazdığı kitablarla, əsərlərlə tanınır, amma uşaqlar üçün də bir əsər yazılmış. Mən məlumatlı deyildim. Bum Bum adlı poema. Bu 3 Alman nəşriyyatında işıq üzü görüb. Daha öncəki kitabları qeyd etmədim. Ingvar Ambjørnsen'in Rin-Tin-Tin Əminin mirası Qədim Qala nəşriyyatında çap olunub. Onu da qeyd edək. Ağac Əkən Adam isə İz nəşriyyatında. Bu kitabda 3 Almanda nəşr olunub. Çox gözəl kitabdır və əsas da yəni nəzmdə yazılması çox sürətlə və zövqlə oxunmasına kömək edir və yadda qalmasına. Biz də Saralı bunu məktəbə gedəndə desən elə yolda maşında oxumuşduq. Növbəti yazıcı Argentinalıdır Maria Elena Walsh. Dayılan Kifki. Mən bu kitabdan bir hissəsini səsləndirmişəm. Ümid edirəm ki, oxumusunuz, dinləmişsiniz. Çox gözəl kitabdır və Azərbaycan Tərcümə Mərkəzi tərəfindən tərcümə olunmuşdu. İndi artıq ləğv olunmuş bir qurumdur. Və tərcüməçi, onu da qeyd edək, çox gözəl tərcümə etmişdi. Emin Ələsgərov. Odur ki, rastınıza çıxsa mütləq oxuyun. Bir qızın bir fillə dostluq hikayəsi. Növbəti kitablar, eyni yazıcının 2 kitabı var bizdə. Mary Ann Ordinario'nun Ev qəlbinin yaşadığı yerdir. Qədim Qala nəşriyyatı.
və eyni yazıcı yazmaq istəməyən karandaş kitabı. O ikisi də çox gözəl kitablar idi. Evini itirmək necə hissdir? Kitabın barədəsində gözəl hekayə faciəli vəziyyətlərdə və çətinliyə düşəndə uşaqların doğru seçimlər etməsi barəsindədir. Bu seçimlər daha yaxşı gələcəyə ümid yaradır. Bu kitab isə daha çox qorxu haqqındadır. Növbəti kitab yenə Üç Alman nəşriyyatından Qış Kölgəsi adlanır. Müəllif Richard Knight'dır. Bu kitabı mən Sevimli Canavarlarımız mövzusunda çəkdiyim videoda göstərmişdim, nümayiş etdirmişdim. Sarayla çalışırıq ki, canavarları, sevdirən canavarları pozitiv obraz kimi qələmə verən kitablar əldə edək, oxuyaq. Bu onlardan biridir və çox gözəldir. Pasaklı, Decəl bir qızın qəribə əhvalatları Annie Schmidt, yəqin ki, rəssamda Philip Westendorf'dur. Susanna Tamaro, kitablardan qorxan uşaq. Bu Pasaklı Libra kitab evində nəşr olunub. Bu isə İzə uşaq nəşriyyatında. Dediğim kimi qeyd etməmişdim. Biz bu kitabları əslində 2025-ci ilin aprel və oktyabr ayları ərzində oxumuşduq. Elə Novruz bayramı zamanı idi. Səhv etməmsə bu kitabı da oxumuşduq. Novruz nağılı adlanır. Müəllif Sevinç Elsevərdir. Bilgə Bala. Bala Bilgə nəşriyyatında çap olunub bu kitabda. Novruzla bağlı çox dəyərli, artıq unudulmaqda olan adət-ənənələr və s. Mənim də bilmədiyim bəzi sözlər açığı. İndi xatırlaya bilməyəcəm, xeyli üzərindən zaman keçib, amma xatırlayıram ki, oxuyanda özümə də çox xoş gəlmişdi. Çox maraqlı gəlmişdi. Mütləq oxuyun. Qarşıdan gələn Novruz bayramında yəqin ki, daha maraqlı olar. Növbəti kitab yaz nəşriyyatında işıq üzü görüb. Divarın arxasında nə var? Müəllif Ayşəgül Dədədir. Ayşəgül Dədədən bir kitab daha oxumuşduq. Bu da çox gözəl kitabdır. Bir oğlan uşağının bir hasarla çevrələnmiş bir bağçada tək başına oynamağından və hasarın arxasında əslində nə olduğunu düşünməsindən, yəni hasar boyunca dırmaşan qarışqaları görüb, amma özü dırmaşıb baxa bilmir. Hasardan kənarda nə olduğunu çox bilmək istəməsinə rəğmən görə bilmir və hisslərindən istifadə edərək, yəni divarın arxasında nə olduğunu təxmin etməsi və onu divara boyamasından söhbət edir. Yəni küləyin gətirdiyi o qoxulardan, oradan nə ağacının ola biləcəyini və onun necə çiçəklər ola biləcəyini və s. Hansı gələn səslər, eşitdiyi səslərdən hansı canlıların orada yaşamış ola biləcəyini təxmin edib. Elə təbiətdə olduğu kimi sən demə divara doğru təxmin edib əks etdirə bilir. Divarın arxasında olan şeyləri. Azərbaycan dili kitablarımız bu qədər. Keçək Türkçe kitablara, onlar daha çoxdur. Bu ilk anatomi kitabım. Bu taze kitap nəşriyyatında çap olunub. Frankenstein adlanır. Amma adı nə qədər qorxunc olsa da burada bədən izlənir. Bu daha əslində daha kiçik yaşda uşaqlar üçün uyğun ola bilər. Bədən orqanlarının tanıdılmasıyla əlaqədə belə bir kitabdır. Martı Çocuk'tan Eva Elland'ın Mutluluğun Başladığı Yer adlı bir kitap. Burada da xoşbəxtliyi tanımlayır. Necə xoşbəxt ola bilər? Əslində nələrdən xoşbəxt ola bilər? Adi, sadə şeylərdən və ya hər zaman xoşbəxt olmaq məcburiyyətində də deyilik və s. Bu kimi hisslərdən bəhs edilir.
Nar Çocuk Yayınlarından çap olmuş Adrian Macho'nun Gerda. Bu bir balinanın hikayesidir. Denizde bir cesaret hikayesi. Aslında 2 kitaptı. Bunlar devamıdırlar birbirlerinin. Peter Kravechkin'in Gerda balinanın hikayesi ve Adrian Macho'la birlikte yazıyor. Sonra Adrian Macho'nun devamı film. Denizde bir cesaret hikayesidir. Türkiye İş Bankası Kültür Yayınlarından Geri Dönüşüm Günü. Bu da yeniden emal prosesiyle bağlı toplantıların idare olması meselesine dikkat çeken bir kitaptı. Sade bir şekilde her gün meşrutte istifade ettiğimiz eşyaların toplantıya çevrilmeden yeniden emal olunabileceğini, istifade olunabileceğini gösteren bir kitaptı. Yine Martı Çocuk'tan Michael Engler, Joel Turlonia, bilmem müellifler muhtelif halkların nümayendeleri olabilirler, adları, sayıları farklı yəqin ki tələffüz olunabilir. Buna göre hataya yol verebilirim. Bu da Fil Fantastik Maceralar Hindistan'a doğru adlanır. Burada da 2 dostun evdə belə deyək, darıxaraq fil oyuncaqlarıyla oynarkən xəyallar qurması. Yəni filin Hindistan'da bir dostu varmış ve onu ziyarete gedirlermiş gibi bir hayal kurmaları barədə bir kitabdır ve Hindistan'dan bahsedir. Ben elə gəlir ki, Hindistan'a en yaxşı səyahət xəyalən edilən səyahətdir yəqin ki. Yine Türkiye İş Bankası Kültür Yayınlarından bu elmi kitaptır. Böyle demek mümkünse Eğlenceli Bilim serisi altında çap olmuş kitaptır. Gündüz ve geceden bahsedilir. Yani nece olur gece ve gündüz onların birbirine benzemesi döngüsü. Bu minik Damla Yayın Evi'nin kitabıdır. Harika Gözlükler Diyarı yazan Nur El-Huda Muhammed, çizen Şima Zari'ydi. Burada da muhtelif iynekler ve iyneklerin arkasındaki farklı insanların hayat hikayelerine kısa bir bakış. Final yayınlarından Olmayan Bir Köpeğin Hikayesi. Bu yazıcı Hollandalı, səhv etməmsə elə xatırlayıram. Çox gözəl illüstrasiyalar olur. Biraz kədərli hikayədə açılır. Bir uşağın xəyal etdiyi, yani bir itinin, xəyali bir itinin olduğu ve onunla xəyalən yaşadığı maceralardan sonra gerçek bir it sahibi olması ve xəyalındaki köpeğin həsrətini çekmesi barədə. Biraz da kederli hikayede ama çok güzel illüstrasyaları var ve bir sıra mükafatlara layık görülmüş bir kitaptı. Ona göre de karşınıza çıksa değerlendirin bence. Bu Altın Kitaplar neşriyatının çap ettiği Bugün Nasıl Hissediyorsun? Yazan Molly Potter, resimleri çeken Sarah Jennings'ti. Burada da uşaqların fərqli hissləri ve onları necə idarə etməsi ve aslında bütün hissləri yaşamalarının da ne kadar təbii olduğunun anladıldığı. Yani sadece uşaqlar üçün də deyil, hətta arxasında valideynlər üçün də instruksiya, böyle deyək, keyfiyyəti daşıyan bir kitaptı. Can Çocuk'tan Quentin Blake'ın Gökte Bir Tekne kitabı. Quentin Blake çok meşhur illüstratördu. Başka yazarların kitaplarını illüstrasiya etmekten başka özü de kitap yazır. Ve bu kitapda çok maraqlı hikayesi var aslında. Quentin Blake deməli humanizm hakkında
görüşler keçirilmiş dünyanın birçok yerlerinde ve təsəvvür edin ki, bir il boyunca 1800 uşaqla görüşür və onlar öz fikirlərini bölüşüblər Quentin Black'dən və bu kitab Gökdə bir Teknedə həmin bu uşaqlarla etdiyi söhbətlərin nəticəsində ərsəyə gəlmiş bir kitabdır və kitabın Forzas qismində öndə və arxada bu uşaqların adları yer alır. Ona görə də çox maraqlı kitabdır məncə. Baxdım, Sara'nın da adı var, amma bizim Sara deyil, başqa Sara var. Çox məşhur nağıllar, bu Matara çocuktan çap olunmuş Kırmızı Başlıklı Kız, Kırmızı Papaq Kız, Zencefilli Kurabiye Adam. Yine Martı Çocuk'tan Kibar Olmak, yazıcı Pat Zitlo Miller, resimleyen John Hill'di. Burada da nəzakət qaydaları haqqında, məktəbdə yoldaşlarına qarşı necə nəzakətli, mədəni olmaq olar və ya hər hansı bir hadisə baş verirsə ona qarşı necə o uşağı utandırmamaq üçün, yəni xoş olmayan bir vəziyyətə düşmüş uşağa qarşı necə nəzakətli davranıb və onu utandırmamaq barədə belə nümunəvi bir hekayədir. TÜBİTAK popüler bilim yayınlarından nəşr olmuş bir kitabdır. Bu resimli kitabdır. Əslində görəcəksiniz, sözləri yoxdur kitabın, amma hər kəs bu kitaba baxıb öz hekayəsini yaza bilər deyə düşünürəm. Elə müəllif özü də bir uşaq xatirəsindən yola çıxaraq bu kitabı qələmə alıb. Əslində mən oxuyanda yazıcının qeydini çox özümlə də öz uşaqlığımı da çox xatırladım. Yəni o zamanki hisslərimi xatırladım. Burada yazıcı deyir ki, o balacaykən atası da anası da işləmək məcburiyyətində idi təbii ki və onlar işdə olarkən onunla nənəsi maraqlanırmış. Amma bəzən də atasının, anasının çox təcili işi olarmış və nənəsi də məşğulsa, o zaman evdə tək başına qala bilirmiş və o deyir ki, çox yalnız bir nəslin nümayəndəsi idi. Və bir dəfə 6 yaşındaykən atası işə getmədən əvvəl nənəsinin evinə gedən bir avtobusa mindirib onu. O yolda yuxuya gedib və dayanacağı qaçırıb. Yəni artıq gözlərini açanda avtobus tamamilə boş imiş və onun nənəsinin evi çox uzaqlardaymış. Təlaş içində avtobusdan enib və ağlamağa başlayıb və yeriməyə, yolun kənarındakı elektrik dirəklərinə baxaraq onları təqib edərək ağlayıb və 3 saat sonra nənəsinin evinə çatıb. Və deyir ki, böyüdüyündə yolu itirmənin əslində çox asan olduğunu anladım. Amma anladığım bir şey daha vardı. Əzmlə və diqqətlə baxarsan evə dönüş yolunu göstərən elektrik xəttləri kimi bir ipucu hər zaman vardır. Yəni bu hər yolunu itirmə vəziyyətinə və bütün vəziyyətlərə şamil oluna bilər. Hər zaman bir ipucu tapmaq və onu tutub gedəcəyimiz yerə yönəlmək əzmi arzu edirəm hər birimizə. Bizim sevimli, çox sevimli Julia Donaldson yazmağa davam edir. Nə yaxşı ki, yazmağa davam edir. Mən bu qadının entuziazmına, enerjisinə və xəyal gücünə və uşaqlar üçün faydalı mövzular axtarıb tapmasına və onu ifadə etməsinə heyranam. Yəni bitmək, tükənmək bilməyən o bir qaynaq kimi, bir mənbə kimi qala bilməsinə doğrudan çox böyük hörmətlə yanaşıram. Burada dev zıplaq, necə deyək, azman bir nə? Zıplaq sözü Azərbaycanda necə deyilərik? Neyse. Dəqiq ki, siz bildiniz. Çox maraqlı, çox sürprizlərlə dolu bir kitabdır və əslində çox asanlıqla nədənsə qorxa biləcəyimiz və bu qorxduğumuz şeyin əslində tamamilə əhəmiyyətsiz və qorxmamalı olduğumuz bir şey olduğunu anlamamız barədədir.
Növbəti kitab Mahlas Çocuk Yayınlarında çap olunub. Ne görüyorsan o. Bu benim için çok özel bir yeri olan kitaptı. Kanalda seslendirmiştim. 3 yıl önce Türkiye'de Kahramanmaraş'ta büyük şiddetli bir zelzele baş verdi ve onun neticesinde 50 binden artık insan hayatını yitirdi. Çok təəssüf ki. Ve bu hayatını yitiren insanlardan biri Nimet Durak Rifahioğlu ve onun kızı Yağmur idi. Bu kitap da hemin müellime idi, Nimet Durak Rifahioğlu ve bu kitabı da kızı Yağmur'a həsr Yani bir kız uşağının resim çekmesi ve onu aile üzeriyle bölüşüp herkesin o resimde başka şeyler görmesi hakkında bir kitabıydı. Çok değerli bir kitaptı. Onun hikayesini bilende tesadüf neticesinde çok tesirlenmiştim ve istemiştim ki biz de bu kitabı okuyalım, kitapxanamızda olsun ve her zaman bu insanları aramızda olmasalar da o insanları bu şekilde yaşatmaya devam edek. Walter Benjamin Encore neşriyatında çap olunup File Neden Fil deriz. Bu da eğlenceli bir kitaptı. Filin aslında yani fil olması, hortumunun uzanması hakkında çoklu muhtelif hikayeler var, navullar var bilirsiniz. Bu tamamıyla farklı sürpriz bir hikayeydi. Çok danışıp sürprizini kaçırmayayım ama rastınıza çıksa çok eğlenceli bir kitaptan okuyabilirsiniz. Yine Matara Çocuk'tan bilinen navullardan biri daha Aladdin'in Sihirli Çırağı, Türkçe Aladdin'in Sihirli Lambası. Yine ilmi kategorisinde ele alacağımız kitaplardan biri Teleskop Popüler Bilim neşriyatında çap olunmuş Toplumsal Binalar, Nerede Yaşadığımıza Bak diye. Yani burada da bir icmada mevcut olan binalar, icmanın terkip hissesi olan binalardan bahsedilir. Burada kitapxanalar var, mektepler var ve bu binalarda, bu mekteplerde davranış qaydaları, onlara qarşı necə həssas yanaşmaq, yəni küçədən və mağazalardan, mesela yere alışveriş, burada icmada alışveriş etmekten bizde yoktu təəssüf ki, ama Avropa ülkelerinin birçoğunda vardı. Hafta sonları kurulan bazarlar geldi. İnsanların özlerinin evlerinde ihtiyaçları olmayan eşyaları sattıkları, çok cüzi simbolik kıymetlere sattıkları bazarlar vesaire. Bu kimi anlayışlardan yani icmanı birbirine kaynaştıran, bağlayan proseslerden söhbət gedir. Ve herkesin el ele verip tabii bu binaları, bu içtimai yerleri temiz saklaması, temir etmesi vesaire. Ve yaşlılar için de burada kocalar evinden bahsedilir. Kitapxanadan necə istifadə etmək lazımdır. İdman merkezleri, belə də idmanla məşğul olmaq üçün olan ayrılmış yerler. Ve yani icmanın çalışanları bunlara polisler aitti, müəllimlər, tibb işçiləri vesaire. Böyle çok değerli kitap. Çok danışıram, desin uzun çekecek bir video. Koç Üniversitesi'nin neşriyatında çap olmuş Kaybolunca Nereye Gideriz? Müellif Isabel Münhoz Martins'ti. Burada da hem bizim neyse itirdiğimizde veya biz özümüz bitende, yok olanda ne olduğuyla bağlı böyle bir kitaptır ve çok maraqlı da resimleri var. Matara Çocuk, Denizci Sinbad.
yine TÜBİTAK yayımlarından çıkmış Mete'nin Muhteşem Keşfi. Mete atası anası arkeolog olan bir oğlandı ve o da bir keşfetmek istiyor ve bu keşfinden besledilir bir yumurta takması ve yumurtanın içinden artık nesli kesilmiş dodo kuşunun çıkmasıyla bağlıdır hikayet. Anna Sanat Müzesi'nde Leylek Yayımları yazan Hazel Hutchins ve Gail Herbert'ti. Burada da bir kızın anasıyla bir müzeye gitmeyi ve orada darıxmağı, biraz böyle nadinçlik etmeyi, şıltaqlıq etmeyi ve sonra aslında müzeyden necə istifadə edə biləcəyi, yəni qaleriya ona maraq kəsb etməyə başlaması barədə bir kitabdır. Öznur Karayoğlu, Tavşan Olmak İsteyen Kurbağa. Bu Fon kitap nəşriyyatında çap olunur. Ve sonuncu, hələlik sonuncu kitap Domingo yayınlarından çıkmış. İnsan Vücudu Tiyatrosu. Yazan Maris Wicks'ti. Bu çok tövsiye edebileceğim, bütün yaş grubundan uşaqlara tövsiye edebileceğim bir kitaptır. Yani o kadar maraqla yazılmış bir kitabdır. Mənə elə gəlir ki, hiçbir biyologiya dərsliyi, məktəbdəki hiçbir dərslik bu kadar uşağa insan bedenini ve onun organlarını ve işleyişini, bedenin işleyiş mekanizmini bu kadar güzel anladan ikinci başka bir kitap bilmem. Keşke bizim mekteplerde bu derslik kimi istifadə olunsa. Odur ki bu kitap çok şiddetle tövsiye ederim. İngilizce kitaplara geçecek yine sevimli Julia Donaldson'dan Follow the Swallow adlı kitaptır. Nöbeti kitap The Night the Moon Went Missing, Brendan Kearney'nin Ayın İttiği Gece kitabıdır. Unuttum şimdi, yadıma salacağım. Növbəti kitab bu kepenekler barədədir. Bu kitabı Dubai'de kepenek müzeyi var. Kepenek bahçesi diye ve orada satılan bir kitabıydı. Yani tırtılın kepeneğe çevrilme hikayesi ve muhtelif kepenek növləri haqqında belə bir kitabdır. Levi Pinfold'un Black Dog kitabı. Bu da əslində qorxu barədədir. Evdə qalan bir ailənin, yəni küçəyə çıxma imkanı olmayan bir ailənin evdən kənar səslər eşitməsi, dəhşətə gəlməsi və qorxması, çox nəhəng, vahiməli bir canlıyla qarşılaşacağını düşündükləri zaman əslində isə balaca, evin ən balacasından qorxmayaraq çıxıb və bunu sadəcə qara rəngli bir it olduğunu anlaması haqda hekayədir. Yəni qorxmaq barədə və qorxmamaq barədə əslində bir hekayədir. Növbəti kitab da Sidney Smith'in Small in the City, yəni şəhərdə kiçik, balaca olmaq barədədir. Bu da şəhərdə asanlıqla itə biləcək, aza biləcək bir insanın əslində necə yolunu tapa biləcəyi haqdadır. Çox da gözəl illüstrasiyaları var. Bu kitabda Calder Coates mükafatı var. O en yaxşı illüstrasiyalı kitablara verilir. Bu kitabda onlardan biridir. Make Way for Ducklings, ördek balalarına yol verin. Böyle bir kitaptı. Müthiş, çok güzel illüstrasiyalar var. Görürsünüz ve bir ördek ailesinin özlerine yuva kurması ve şehirde balalarının maceraları, yolu geçmek isterken polis emektaşlarına olarak kömek etmesi vesaire tehlikesiz bir şekilde şehirdeki parklardan birinde yaşamakları hakkıdır. Hem de renksizdir. Sarı kartopu oynamaktan gelip
Bu kitap da çok değerli kitaptı. İngilizcinde de ama bizim hem yerimiz Gülzar İsrailova yazıb. Bu kitabı yazında 11 yaşı varmış. Şimdi böyük qızdı təxmin edirəm. Təhlükəsizlik qaydaları barədə kitabdır. Bu kitabı nümayiş etdirmişdim təhlükəsizlikdən danışanda. Çox değerli kitaptı. Mütləq alıb okumalısınız. Bu iki kitabı Amerika yerlilərinin həyatı haqqındadır. Çok güzel kitaplardır. Birincisi Fry Bread. Bu Amerika yerlilərinin ailə hekayəsidir. Fry Bread Amerika yerlilərinin milli yeməyidir. Əgər belə demək mümkünsə, biz qızardılmış çörək deyək. Əslində burada Aladya bənzəri, yəni yumuşaq xəmirin yağda qızardılmasıyla əldə edilmiş çörək və o ailənin o çörəyin ətrafında toplanmasından gedir söhbət. Bu kitabı biz Amerika'dayken almıştık. Yani bazen biz kitapların manşetlerinde soruşurlar, hardan elde edebiliriz. Ona göre diyorum ki eğer online alışveriş sayfalarından sipariş vermek imkanınız olsa edebilirsiniz. Burada yoktu. Bir de We Are Water Protectors adlanan bir kitaptı. Bu da yeni Amerika yerlilerinin suyu korumaları hikayesi. Yani suyun onlar için olan değeri, suyun hayati ehemmiyeti barədə bir kitaptı. Çok güzel kitaptı. Hem de o kitabın adı suyu koruyaktı. Aha. Peki gelirsin buraya, sen de gel yanıma. Bu kitabın yazıcısı Carol Lindstrom'du. Onu dedim. Diğer kitabı ise Kevin Noble Mailer yazmıştı. İngilizce kitaplarımız bu. Kaldı Rusça kitaplar. Onlar iki adeddi. Петр Волцит'in Почему из крана вода течет kitabıdır. Avanta yayınlarında işinizi görmüş. Burada bütün yani suyun başlangıcı mənbədən evlerimize gelene kadar geçtiği yol, müxtəlif su mənbələri ve bunlar hakkında məlumat verilir. Çok güzel kitaptır. Bir de Samuel Marshak ve Yuri Koval Lучшие сказки на ночь. Her ikisi çok değerli Rus uşaq yazıcılarıdır ve onların uşaqlar üçün qələm aldığı nağıllardır. Belə, bu qədər ümid edirəm ki, vaxtınız səmərəli keçib, kitablar xoşunuza gəlir və onlardan bəzilərini əldə edib oxumağa çalışacaqsınız. Sən necə bir şey demək istəyirsən sənə? Necə əylendin? Kartofdan yoruldun? Bunu da kartofdan düzelttim. Kartofdan düzelttin? Gidelim bakalım. Eləlik.